Şarabın özü haramdır. Ziyanı elə ki dünyadan başlayacaq. Sonra gedir axirətə çıxır. Hərdən deyirlər haramdır, yoxsa yox, harda Quranda yazılıb. Axı bə öyrəşmiş ya axır vaxtlar. Quranda var. Təkcə Qurandır mənbə. Hədis mənbə deyil. Hə, yaxşı, Qurandan ayə istsən, sənə şərab haqqında Qurandan ayə deyim. Eybi yoxdur. Bunda bir dənə ayə tapmışam, 2 dənə ayə tapmışam, bir dənə həmişə var idi, mən gelib. Quranda bir ayə var, Bəqərə 219. Şərabın 2 dənə ayədir, qoyucusu yanaşı olacaq haram. Bəqərə 219. Yəsəlunəkə ənil xəmri vəl-meysir. Səndən qumar haqqında soruşurlar. Bir də şərab haqqında soruşurlar, Peyğəmbər. Qul fihima ismun kəbir. Dinən hər ikisində isim. İsim böyük günah. İsmun kəbir böyük günah. Hər ikisində isim var. Bu bir ayə. İkinci ayə baxın. Əraf 33. Qul innəmə harrəmə Rabbi əl-fəvahişə ma zəhərə minhə və mə bətən vəl-ismə. Dinən cəmaata Allah ismi harrəmə, haram elədi. Şərabla qumar nə idi? İsmi böyük günahdır. İsm bu şərabı. Bu qumar Allah neynədi? Haram elədi. 2 dənə ayə. Daha hərdən deyirlər ha, içib özü yaxşı yaparsan, narahat olmakindən. Quran deyir, haramdır. Düşmən kesilmirəm onlara, vallahi, yəni Allah onları da tövbə eləməyi nəsib eləsin bizim əziz qardaşlarımız da olar, inşallah anlayarlar, bilərlər, uzaqlaşarlar o günahdan. Mənim dua olub həyatımda belə insanlar. Məsələn, dayanım yuxarıdan aşağı baxın, belə eləməmişəm. Çalışmışam hidayəti üçün əlimdən gələni. Bu ayən də sizə hədiyyə olsun inşallah. Nə deyim? Onlar da eşitsinlər, bilsinlər. Quran deyir haramdır. Quran deyir haramdır. Hədis demədim, 2 dənə ayət dedim.